Məktəb divarları bəzən onların uğurlarına, gülüşlərinə, bəzənsə ən kövrək anlarına şahidlik etdi. Məktəb illərinin ən unudulmaz, bəlkə də ən duyğulu günüdür bugün. Azərbaycanın ümümtəhsil məktəblərindən eyni səs yüksəlir. 116.550 nəfər məzun üçün sonuncu zəng səslənir. Həm həyəcanlıyam, həm də biraz kədər var. Çünki neçə illərdir oxuduğum sinif yoldaşlarım artıq məktəbdə gördüyüm sonuncu günümdür deyə bilərəm. Ən çox nə üçün darıxacaqsan? Yəqin ki, məktəbdə keçirdiyimiz, həm öyrənib, həm əyləndiyimiz zamanlara görə deyə bilərəm ki, çox darıxacam. Məzun oluruq və buna görə həm kədərli, həm də sevincliyəm. Sevincli olma səbəbim artıq yeni bir həyata qədəh qoyuruq. Bu yolda özümə və bütün sinif yoldaşlarıma uğurlar arzu edirəm. Kədərli olma səbəbim isə neçə ildir bir yerdə böyüdüyüm uşaqlardan artıq ayrılıram. Dərslərin qaçdığım olub bəli, amma eyni zamanda dərslərimi də yaxşı oxuyuram. Təbii ki, bu gün çox qarmaqarışıq hisslər içərisindəyik. Ona görə ki, uzun illər öyrəşdiyimiz şagirdlər, təlim verdiyimiz şagirdlərdən bugün ayrılırıq. Mən onların hər birinə uğurlar arzulayıram. Ümid edirəm ki, onlar hər biri həyatda öz yerini tapacaq, cəmiyyətə, xalqımıza, millətimizə layiqli övladlar olacaqlar. Məzunlarıma uğurlar arzulayıram, həyatda onlara bol şans diləyirəm. Bu sinif mənim 5-ci buraxılışımdır. Bundan əvvəl də buraxılış siniflərim olub və bütün şagirdlərim mənim üçün əzizdir, özəldir. Amma bugün bu şagirdlərimin günü olduğu üçün onlar mənim üçün bugün daha özəldir, daha doğmadır. Onlara gələcək həyatlarında uğurlar arzulayıram, çoxlu nailiyyət arzulayıram. Bugün ömrün ən məsuliyyətli və maraqlı mərhələsinə qədəm qoyan bütün məzunlarımızı təbrik edirik. Qoy bugün səslənən sonuncu zəng onların həyatının xoş xəbərlərinin müjdəçisi olsun. Sonuncu zənginiz, son zənginiz mübarək, əziz məzunlar.